Hə, ekran kaydını vurdum. Başlayaq. Gülçin müəllimə, birinci bu gündəlik Bəli. sizsiz. Deməli, başlayaq siyasi Hı hı. amnistiyalardan. Biz indiyənə kimi amnistiyalar, Hı siyasi hı. amnistiyaların verilməsini harda rast Hı hı. gəlmişik? Hə, deməli Rusiyada birinci Çar Aleksandrın dövründə olubdu. Aha, Şeydi, çünki Pavel çoxusunu həbs elətmişdi zəndə belə deyək də. Onun hətta deyir ki, bir neçəsini çoxsunu azadlığa buraxır. Sonra deməli o Ruslarda bir də 2-ci Nikolayın dövründə olmuşdu. hansı? O şeyin Romanovların 300 illik yubileyinə görə. Bəli. Sonra deməli Azərbaycanda da 1917-ci ildədir. Müvəqqəti hökumətin vaxtındaydı. Sonra MXC-nin dövründə olubdu. Düzdür, parlament Sonra yaranması bir də münasibəti ilə. hə, bəli. Aha, sonra bir də İngiltərədə də uzun müddətli parlament dövründə olubdu. İngiltərədə də Birinci olubdu. Charles'ın dövründə. Bəli, Aha, Pəhləvi rejimdə 1941-də olubdu. sonra. Bu hamısı siyasi amnistiyalardır. Mhm. Deyə bilərsizmi, biz deyirik Sərdar Sarayı İrəvan xanı Hüseynəliyə aiddir, yoxsa Mhm. Həsənəliyə aiddir? Yox, o Həsən Əliyə aiddir. Həsənəliyə aiddir, Aysel, düzdür. Qacar Azərbaycana birinci yürüşü var, bir də ikinci yürüşü var. Şuşanın ələ keçirilməsi neçənci yürüşündə idi? Bəli. Birinci yürüşündə ələ Şuşanın ələ keçirilmişdi. keçməsi ikinci Aha, yürüş. ikinci yürüşündə idi, düzdür. Hə, Biri var ki, ikinci deyil, Qacarın ikinci. ikinci yürüşü zamanı hansı şəhərin əhalisi idi ki, belə deyim ki, Mhm. təzminat pulu yığılana qədər Qacar onlara möhlət verdi. Hansı şəhər idi ki, qoşuna çatacaq məvacibi özü öz cibindən verdi? Vallahi onu deyəməyəcəm. Şamaxıda dedi ki, əskərlərinə Mhm. tapşırdı ki, əhaliyə dəyməsin, onlara çatacaq məvacibi özü Aha. cibindən verir. Amma Şuşa əhalisində, Hə, yəni hə. müəyyən vaxt verir ki, o Şuşada təzminat hə. yığılıb verilsin. Bəli. Bəli. Ağa Məhəmməd Qacar Xorasanı nə zaman tamamilə ələ keçirdir? Deməli 1886-da bir hissəsi 1796-cı ildə isə tam olaraq. Tam olaraq ələ keçirilmiş, düzdür. İkinci Rus Qacar müharibəsi dövründə xan hakimiyyətinin bərpa olunduğu ərazilər hansı ərazilər idi? Mhm. Deməli Leşkəndə kodu Gəncə, Lənkəran, Aysa. Şəki, Şamaxı. Şəki, Şamaxı, düzdür. Bəs hansı əraziləri azad edə bilmədilər ruslardan? Azad edə bilmədikləri. Hə, bu da şeydir, dur sən. Şuşa idi, Şuşa, Bakı aha. idi. Və yuxarıda indi Dərbənd, Quba, Şuşa, bir də Bakı, hə. Bakı, Aysa, bu ərazilərdə Mhm. azad edə Mhm. bilməyəcək. Ağa Məhəmməd Mhm. Qacarın birinci yürüşü zamanı onun məktubuna müsbət cavab verən xanlıqlar hansılar idi? Hə, bu da Gəncə idi, Quba idi, bir də Şəki idi. Düzdür, üçü müsbət cavab verdi, amma ona qarşı Səhv. ittifaq yaradanlar kimlər idi? Qarabağ, Lənkəran, Aha. sonra İrəvan, Bir də bir də Gürcü Gürcülər çarı, idilər. aha, Bəli. İraqlı idi, düzdür. Keçirik Günay müəlliməyə. Günay müəllimə, Cənubi Azərbaycanda nə zaman ilk dəfə muxtariyyət tələbi irəli sürüldü? Hə, müəllimə, Xiyabaninin dövründə. Mən deyə bilərəm, həm Xiyabani, həm Pişəvəri hərəkatlarında hər ikisini muxtariyyət tələb edirdilər. Bəli, ancaq məşrutədə deyə bilmərik. Düzdür. Çünki ilk dəfə Xiyabanında. İranda ilk anti-imperial çıxış hansı çıxışdı? Aha, bu Təmbək üsyanıdır. Təmbək üsyanı, düzdür. Neçənci ildə Təmbək üsyanı? 92-də, 91-92. İranla 1800. bağlanmış müqaviləyə görə başlayır. Sonunda Nəsrəddin Şah nəyə məcbur qalır? Bəli, o həmin müqavilənin ləğvidir. Müqaviləni ləğv edir. Təbrizdə pulsuz qız məktəbinin açılması, bir də universitetin fəaliyyət göstərməsi. Aha. Hə, Pulsuz qız məktəbi müəllimə Xiyabaninin dövründədir. Təbriz Universiteti də Pişəvərinin dövründədir, Milli hökumətinin. Bəli, bundan hər ikisi milli hökumətdən tədbir edilir. Bəli. Biri Xiyabani hökuməti, biri Pişəvəri hökumətinin. Təcəddüd qəzeti neçənci ildə və nə dilində çap olunmuşdu? Hə, o da elə bir 1917-ci ildədir, fars dilindədir ancaq. Fars dilində, düzdür, çap olunmuşdu. Azərbaycan qəzeti hansı hərəkatın rəsmi qəzeti idi? Hə, bu 45-ci il, 41-45-də olan Azərbaycan dilində idi ancaq o. Düzdür. Bangladeş Pişəvərinin dövləti dövründə. nə vaxt yaranmışdı? 71. 1971-ci ildə, düzdür.
Gəldik belə. Deyə bilərsiniz Bakı Supsa neçənci ildə idi? Hə, Bakı Supsa 99. Ay sağ ol, Qərb Neft Kəməri adlandırırıq. Bakı Bəli. Tbilisi Ceyhanın deməli sazişin Aha. imzalanması neçənci ildə, neçənci ildə istifadəyə verilməsidir? Aha, Bakı Tbilisi Ceyhan 97-dədir müəllimə. Aha. Ancaq Yox, Belə Bakı deyim də, Tbilisi sazişin imzalanması neçənci ildədir? hə, çaşdım bağışlayın. 99-da sazişi Ay, imzalanıbdı. sağ ol. 2006-da da işə başlayıbdı. Ay sağ ol. 2006-cı ildə fəaliyyətə başlayır. Biz də dedik ki, Bakı Bəli. Tbilisi Ərzurum qaz kəməri var idi Aha. ki, bəs bunun Bəli, sazişi bəli. neçənci ildə imzalanıb, Aha, neçənci ildə hə, fəaliyyətə onu da başlayır? deyirəm. Onun 2001-də imzalanıbdı, 2007-də. Düzdür. Bu da 2007-dədir. Düzdür. Sarıqamış döyüşündən sonra Cənubi Azərbaycana daxil oldu. Hansı kimlərin qoşunları idi? Rusların, Rusların qoşunları. Streza konfransları da keçirilmişdi. İtaliyada. Hansı hadisədən sonra Cənubi Azərbaycan Rusiya qoşununu geri çəkir? Bir də sual deyərdiniz mənə. Hansı hadisədən sonra, Sarıqamışdan sonra Aha. əraziyə daxil olan Rus qoşunları Cənubi Azərbaycanı tərk edir? Yanvar ayı olmalıdır, 1918-in yanvar ayı. İngilislər gəlir də, onlar çıxandan sonra elə bir. Fevral inqilabı deyəkmi? Fevral inqilabı nəticəsində Hə. Rus qoşunları Cənubi Azərbaycanı tərk edəcəkdir. Lokarno konfransı harda keçirilibdi? Hə, Lokarno konfransı qoy deyəcəm mən. Bir dəqiqə. Bu da İtaliyada. Aha, İsveçrədə Burada. Lokarno konfransı keçirmiş İtaliyanın İsveçrə. şimalında. Düzdür. Bir dənə də sualıma cavab verin. Müstəmləkə sisteminin əsasının qoyulması, müstəmləkə sisteminin sarsılması, müstəmləkə sisteminin ləğv olunması hansı hadisələrlə? Hə, müstəmləkə sistemi bu coğrafi kəşflərləndir müəllimə. Sarsılması 1-ci Dünya müharibəsidir, tamamilə son qoyulması da 2-ci Dünya müharibəsidir. İkinci Dünya müharibəsi düzdür. Növbə Nərmin müəlliməyə keçirik. Nərmin müəllimə, Türk Dövlətdən Əməkdaşlıq Şurasının adı nə zaman dəyişdirilir? Müəllimə, 2021-də Aha, nə İstanbul vaxt yaradılmışdı? TDŞ yaradılıbdı 2012-də, 12-ci ilin tərəsi 21-də də TDŞ olubdu. Ay, sağ ol, düzdür. Bəs İslam Əməkdaşlıq Təşkilatı İstanbul samiti neçənci ildədir? İslam Əməkdaşlıq Təşkilatı o müəllimə 99-da. Yox. İslam Əməkdaşlıq Təşkilatının İstanbulda samiti keçirilir. Burada İrandır, Türkiyədir, bir də Azərbaycan. 2021-də müəllimə, 2021-də. 2010-cu ildə. 2010-cu ildə bu ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir. ATƏM-in İstanbul samiti neçənci ildə idi? O 99-dadır. Düzdür, 99-da. ATƏM-in adı, ATƏT adlanması əslində 99-da ATƏT-in İstanbul samiti idi. Neçənci ildə ATƏM-in adı ATƏT adlandırılmışdı? O 99-dadır müəllimə. 94-cü ildə müəllimə Budapeşt samitində, Macarıstanda Budapest imzalandı. samitində. Lissabon samiti neçənci ildə çağırılmışdı? Lissabon 96-dadır. Burada da 53 dövlət tərəfindən Azərbaycan müstəqilliyi tanınır. Aysa, Lissabon hansı ərazidə yerləşir? Xəritədə Portuqaliyada. Portuqaliyada, düzdür. Avropa İqtisadi Birliyi nə vaxt yaranmışdı? 57-də yaranıb, təşəbbüskarları da Fransa ilə Almaniyadır. Almaniya ilə, düzdür. Neçənci ildə adı dəyişir, Avropa Birliyi adlandırılacaq? 91-ci ildə ayıb adlanır. Britaniya nə vaxt qoşulmuşdu? 73-də qoşulmuşdu, 2020-də çıxdı. Brexit modeli ilə çıxacaq, tərk edəcək, düzdür. Azərbaycanda təyyarə təmiri zavodu neçənci ildə idi? 1942. 1942-ci ildə. Dünya müharibəsi dövründə Azərbaycanda neft rekord həcmdə istehsal olunur. Neçənci ildə? O 2-ci Dünya müharibəsi illərində də mənim 41-ci ildə. 41-42 belə. 41-ci ildə. Heydər Əliyev fondu neçənci ildədir? Fond 4 tərəfli idi 2004. Ay sağ ol. Heydər Əliyev mərkəzi, Heydər Əliyev mərkəzi 2012. Məscidi. Məscid 13. Aha, düzdür. Sonra gəldik belə. Waterloo döyüşündə mən Fransa imperiya deyə bilərəmmi? Xeyr, 15-dədir. Sürgün eləmişdilər Napoleonu. Ona görə də imperiya deyə bilmərik. Aha, Sürgündən qaçır gəlir. düzdür. 1768-74-cü il müharibəsi var, Rus-Türk müharibəsi. Bu müharibənin başlanmasının səbəbi nə idi? Polşanı işğal eləmişdi Rusiya ona görə. Ay sağ ol, düzdür. Polşa torpaqlarının işğal olunması. Ümumi hərbi mükəlləfiyyət Rusiyada hansı çarın dövründədir?
İkinci Aleksandrın dövründə. İkinci Aleksandr. Aleksandrın dövründə xarici kapital ölkəyə cəlb olunur, yoxsa xarici kapital Bəli. azalır? Bəli, çünki Məhəmməd dedik Aleksandrlar müsbət tədbirlər görmüşdü. İkinci Aha. Aleksandr cəlb eləmişdi, Nikolay məhdudlaşdırmışdı. Məhdudlaşdırmış, düzdür. Rusiya-Yapon müharibəsindən sonra Rusiya diqqətini hansı əraziyə yönəldir? Balkanlara yönəltdi. Balkanlara, düzdür. Bəs Məğlub Qırım olur müharibəsindən sonra Fransanın mövqeyi harda möhkəmləndi? Nə müharibəsindən sonra? Qırım müharibəsindən sonra Fransanın mövqeyi harda Kırım möhkəmləndi? müharibəsindən Balkanlarda müəllim. Balkanlarda. Bəs İngiltərə harda mövqeyini möhkəmləndirir? Osmanlıda. Osmanlı ərazisində, düzdür. Bir dənə də sualıma cavab ver. Biz deyə bilərik ki, 1-ci Dünya müharibəsi dövründə həm Şimali Azərbaycanda, həm Cənubi Azərbaycanda muxtariyyət tələbləri irəli sürülürdü. Bəli, deyə bilərik. Hər ikisində deyə bilərik. Hər ikisində də milli hökumətin təşkil edə bilərəm. Birinci Dünya müharibəsi ərəfəsində xeyr. Çünki Şimali Azərbaycanda 18-də yaranıbdı, Cənubi Azərbaycanda 20-də yaranıb. Müharibə bitmişdi. Bəli, 1920-ci ilin 23 iyununda Xiyabani hökuməti, ona müharibə bitmişdi artıq, düzdür. Bəli. Keçirik indi Bəsti müəllimə. Bəsti müəllimə burada. Bəli. Bəsti müəllimə, biz deyə bilərikmi ki də hər iki, həm Şimali, həm Cənubi Azərbaycanda müharibə dövründə soyqırım olmuşdu Azərbaycanlılara qarşı. Müharibə dövründə belə Cənubi Azərbaycanda hansı soyqırım olur? Urma bəlası. Urmi bəlası. Urmi bəlasının törədilməsində bolşevik qadın çəkmirik ki. Yox, eşidim. Bolşeviklər deyildi, əsasən aysorlar idi, bir də ermənilər törətmişdi, düzdürmü? Mən deyə bilərəm ki, həm Şimali Azərbaycan, həm Cənubi Azərbaycan Çanaqqala döyüşlərində Osmanlılara köməyə getmişdilər. Şimali Azərbaycan getmişdi, Cənubi Azərbaycan yadımda deyil. Cənubi Azərbaycandan da könüllülər hər ikisində iştirak eləmişdilər. Belə, indi gəlib Amerikada hansı Amerika prezidentinin dövründə köləlik ləğv etmək istəyib, təşəbbüs göstərib alınmayıbdı, amma hansı köləlik ləğv edibdi? Amerika prezidentlərindən Clinton. Yadımda deyil. Kim deyə bilər? Kennedy. Ləğv eləmiş. Kimin? Thomas Jefferson istəyirdi. Thomas Jefferson onun dövründə köləlik ləğv etməyə təşəbbüs eləyibdi, amma Amma Abraham Lincoln ləğv bəli, edildi. ləğv eləyibdi, düzdür. Bəsti müəllimə, hansı Amerika prezidentlərinin dövründə konstitusiya düzəlişlər olubdu? 3 dənə prezidentin adını zəhmət olmasa deyin. Düzəliş olmadı. Deməli, 91-də bir düzəliş var. George Washington'un dövründə. 66-da bir düzəliş var. Aha. Bu da köləliyi ləğv eləmişdi də. Ağlarla qaralara bərabər hüquq məsələsi. Woodrow Wilson dövründə deyə bilərikmi konstitusiya düzəlişi olubdu? Wilson dövründə. O yadınıza gəlirmi? Woodrow Wilson dövründə Konqres iki təklif irəli sürülür. Spirtli içkilər məsələsi var. Bəli. Bir də biz Truman dövründə rast gələcəyik. Truman dövründəki konstitusiya düzəlişi mahiyyəti nədən ibarət idi? Yadımda deyil. Kim deyə bilər? Truman dövründə konstitusiya düzəlişimiz nədən ibarət idi? Heç kim 2 dəfədən artıq seçilə bilməzdi. Bəli, 2 dəfədən artıq prezident seçilə bilməzdilər, düzdür. Bəsti müəllimə, bəs deyə bilərsinizmi? Biz dedik ki, Tilsit müqaviləsini pozan Rusiya tərəfi oldu, yoxsa Fransa tərəfi? Tilsit müqaviləsini Rusiya pozmuşdu. Tilsit müqaviləsini Rusiya pozmuşdu, düzdür. Azərbaycanda bank kredit müəssisələri neçənci əsrdən yaranmışdı? Bank kredit müəssisələri. Mən 20-ci əsrdə. 19-un sonlarından yaranmağa başlamışdı. 19-un sonu 20-ci əsr yadımdadır, Xalq Cümhuriyyəti var. 19-un sonlarından yaranır. Mən deyə bilərəm ki, Fransa inqilabı nəticəsində bütün feodal qaydalarına son qoyuldu. Bütün yox. Bütün deyə bilərik. Rusiyada təhkimçilik ləğvini istəyənlər kimlər idi? Təhkimçilik ləğvini istəyən dekabristlər idi. Neçənci ildə olmuş dekabristlər üsyanı? 1825-də. 1825-ci ildə idi. Düzdür.
Belə bir sual vermək istəyirəm. 1-ci Napoleonun dövründə və 3-cü Napoleonun dövründə əsasən hərəkət verici qüvvə əhali içərisində hərəkət verici qüvvə hansı təbəqə idi? Əsasən kəndlilər idi. Napoleonda kəndlilər idi, 1-ci Napoleonda, 3-cü Napoleonda burjuaziya önəmli rol oynayırdı. Mən deyə bilərəm 1-ci Napoleon dövründə burjuaziya hakimiyyətə təmsil olunmurdu. Burjuaziya hakimiyyətdə təmsil bəli olunmurdu. Bəli, Əsasən təmsil kəndlilər istifadə aha, olunmurdu, düzdür. Fərqanə müəllimə, Bəli, Difa ilə Naxçıvanda fəaliyyət göstərən bölməsi filialı Bəli. olubmu? Olub. bəli, bəli, Naxçıvanda da olub. bəli. Düzdür. Çin-Yapon müharibəsi nəticəsində Koreya kimə keçir? Yaponiya. Bəs Yaponiyanın Koreyanın azad olunması neçənci il götürürük? O Koreyanın elə bir ki 45-də də çıxır. Aha, düzdür, 45-ci ildə onun tabelindən çıxacaqdır. Sonra hansı müharibədə idi ki, Yaponlar Çin ərazisində müəssisələr tikməyə icazə verildi Yaponlara? Elə bu deyildi. Bəli, Alır da 1894-95-də 95. alır o hüququ. Biz deyirik kapitalist müəssisələr tikir. Həm yerli var idi, həm də Yapon. Düzdür. Napoleonun dövründə idxal olunan mallara yüksək gömrük rüsumu qoyulur, yoxsa Qoyulur. gömrük rüsumu azaldılır? Gömrük rüsumu qoyulur. Gömrük rüsumu qoyulacaq, düzdür. Müsəlman məktəblərinin fəaliyyət göstərdiyi şəhərlər haraydı? Demək Gəncə, Bakı, Şəki, bir də Şamaxı. Gəncə, Bakı, Şuşa, Şamaxı. Şuşa, Şamaxı. Aha. Dəmir yollarından kənarda qalan şəhərlər hansı O da şəhərlər? şığlarla yadda Şığlar. saxlamışdı. Şamaxı, Şuşa, bir də Şəki. Ay, sağ ol. İlk fəhlə tətillər dağınıq halda 19-un ikinci yarısı hansı ərazilərdə başlamışdı? 70-ci illərdə Bakı, Şəki, Gədəbəy. Aha, düzdür. Dövlət kəndlilərin nəsli istifadə hüququ nə vaxt əldə elədilər? Sahibkar kəndlisi torpaqda nəsli istifadə hüququnu nə vaxt əldə elədi? Demək 70-ci ildə biz bunu sahibkar kəndlilərinə deyirdik, amma dövlət kəndlisi deyiriksə bu 1900-cü illər. Dövlət kəndlisi 1900-də. 1900-cü ildə, düzdür. Azərbaycan dilində dərsliklər hazırlama başlanmışdı. Hansı məktəblər? Bəli, bu Qəza məktəbləri. Qəza Şuşa məktəbləri. 30. Ay, sağ ol. 19-un ikinci yarısına mən deyirəm ki, həm Şimali Azərbaycanda, həm Cənubi Azərbaycanda dərsliklər var idi. Var idi. Bəli, hər ikisində də var idi, düzdür. Bəli, orada da Rüşdiyə falan, Rüşdiyyət də səhv eləmirəmsə. Deyə bilərəm, yeni Osmanlılarla gənc türklərin oxşar cəhəti hər ikisi parlamentin çağırılmasına nail olmuşdular. Bəli. Düzdür. Napoleon dövründə dedik ki, burjuaziya dövlətin idarə sistemində iştirakını Kənardır. məhdudlaşdırır. Aha. Bəli. Sonra gəldik belə. Bəs deyə bilərsən, Berlin Konqresinin nəticəsində hansı dövlətlər arasında ziddiyyətlər daha da dərinləşmişdi? Bu Almaniyanın Avstriya, Macarıstan, Rusiyaya qarşı səhv eləmirəmsə. Qarşı, düzdür. Krım müharibəsində Osmanlı müttəfiqləri kimlər idi? İngiltərə, Fransa. İngiltərə, Fransa, düzdür. Bir də Sardiniya krallığı idi. Bəli, Sardiniya var idi. Aha. Ümumi hərbi mükəlləfiyyəti bayaq 2-ci Aleksandra götürdük. Bəs Osmanlıda ümumi hərbi mükəlləfiyyət kimin dövründə? Mahmudda, bir də Yaponiyada Mutsuhito var, səhv eləmirəmsə. Düzdür. Avropada kartof üzərinə qoyulmuş məhdudiyyət nə vaxt aradan qaldırıldı? 19-cu əsr. 19-cu əsrdə, düzdür. Rus çarlarının hansı dövründə idi ki, universitetlər açıldı? Hansında universitetlərə geniş muxtariyyət verildi? Demək, səhv eləmirəmsə, bu geniş muxtariyyət verilən 2-ci Aleksandrdadır. Açılması 1-ci Aleksandrdadır. 1-ci Aleksandrda bəli geniş muxtariyyət verdi 2-ci Aleksandrın dövründə. Məhdudiyyət də deyəsə Nikolayda idi. Məhdudiyyət Nikolayda, düzdür. Brian-Kellogg paktı neçənci ildə idi? Brian-Kellogg paktı 28-də. 28-də. Harda imzalanmışdı bu pakt? Bu İsveç yoxsa? Yox, Fransa. Fransada, düzdür. Rusiya neçənci ildə qoşulmuşdu bura? 29. Lakarna konfransı neçənci ildə idi? 25. 25-ci ildə idi. Hansı dövlətdə iştirak edirdi burada? Demək, Fransa, Almaniya, bir də İngiltərə səhv eləmirəmsə, o da təminat altına alırdılar sərhədlərin toxunulmazlığını. Düzdür. Sonra da Almaniya qoşulub bu Millətlər Cəmiyyətinə 26-da. Aha. Münhen konfransı neçənci ildə çağırılmışdı? Münhen konfransı da 38. 38-ci ildə hansı dövlətdə iştirak eləmişdi?
Burada da yenə Fransa, İngiltərə, bir də Almaniya var idi. Sudet bu Çexoslovakiyanın bölüşdürülməsi məsələsi idi də. Məsələsi. Dünya müharibəsinin qığılcımı yaranır. Aha. Burada yadda saxla iki faşist dövləti, iki liberal hökumətlər, İngiltərə, Fransa və iki faşist İngiltərə, Almaniya, Fransa. İtaliya. Bəli, Almaniya, Antikomitənin İtaliya. paktı neçənci ildə imzalanmışdı? Antikomiterin Aha. demək 37. Elə bir ki 36. Almaniya, Yaponiya, sonra qoşulacaq demək Macarıstan var idi, səhv eləmirəmsə, İtaliya, bir də İ var idi. O da İspaniya idi İspaniya, yoxsa? bəli, faşist hökumətləri harda var isə elə onunla iştirak edib. Almaniyada, Bəli, Yaponiyadır, bəli. İtaliyadır, İspaniyadır, Macarıstandır. Molotov-Ribbentrop paktı neçənci ildə idi? O 39-dur. Rusiya arasında imzalanmışdı. Gizli şəkildə bölüşdürmə var idi. Gizli Polşa. şəkildə Şərqi. bölüşdürülməkdir. Azərbaycana milli qəhrəman adı nə vaxt müəyyən olundu? 92-də milli qəhrəmandır. 2020-də vətən belə deyək də qəhrəmanı. Aha. Ağdaban faciəsi neçənci ildə idi? Ağdaban faiz 92-də. 92-ci ildə. Hansı hadisə ilə ermənilər Dağlıq Qarabağın bütün ərazisini işğal elədilər? Davud bircə saniyə. Hansı bütün Şuşanın işğalı ilə. Bəli, Şuşanın işğalına demək olar ki, bütün ərazini işğal elədilər, düzdür. Taypinlər hərəkatının yatırılması neçənci ildə idi? 64. 4. 64, hə, 64. ABŞ, İngiltərə, Fransa. Düzdür. Bəs bu Taypinlər hərəkatı nəticəsində monarxiya son qoyuldumu? Devrilmir, xeyr. Devrilmir. Çünki onlar gəlib sonra ondan yansız ətrafında ticarət etmək üçün icazə istəyirlər. Və yəni verir onlara. Düzdür. Fransada hansı dövrdə idi ki, bir Fransa tarixində bir ilk baş verdi? İbtidai məktəblər pulsuz. Yakobinçilərdə. Yakobinçilər. Yakobinçilər biz bilirik ki, Fransa ərazisini xarici işğalçılardan təmizləmiş. Koalisiya Bəli, müharibələri bəli. neçənci illəri əhatə edir? 92-1802. Aha. Maqna vaxt yaradılmışdı Azərbaycanda. 62-də. Kimin dövründə idi? Vəli Axundovun dövründə. Ulduz jurnalı neçənci illəri? 67. Aha, düzdür. Azərbaycan suverenliyi haqqında Konstitusiya qanunu neçənci ildə idi? 91. Yox. Suverenlik haqqında Konstitusiya qanunu. Konstitusiya qanunu. Onda bu 89. Qarışdırdım 89-cu onu. ilin, bəli, sentyabrında ki, sərhədlər Sentyabrında. məsələsi, suverenlik, Sısı, sentyabr, suverenlik sərhədlər. 89 sentyabr Meydan sərhəddə. hərəkatı bəli. neçənci ildə başlamışdı? 88. 88, 17 noyabrda başlamışdı. 17 noyabr. Düzdür. Gəncənin tarixi adının bərpa olunması. 89. Kirovabaddan Gəncəyə. Aysa, dekabrın 30-sunda, düzdür. Xalq cəbhəsi nə vaxt yaradılmışdı? O da 89. 89-cu ildə, düzdür. Bəli. Hansı hadisədir ki, Xankəndə yaşayan bütün Azərbaycanlılar şəhərdən çıxarılmışdı? O da 88-dədir yoxsa 9-da tətil elirlər nəsə olur. İlkin dövründə idi, 89-un yanvarından noyabrına qədər mövcud olduğu dövrdə Xankəndə yaşayan bütün Azərbaycanlılar şəhərdən çıxardırlar. Bəli. Bakı Dərin Dəniz Özülləri Zavodu nə vaxt tikilmişdi? 86. Düzdür, 86-cı ildə idi. Bəs deyə bilərsinizmi, hansı hadisə idi ki, Sibir nefti Bakıya axmağa başladı? 83-də. Düzdür, Burada emal olunurdu, qayıdırdı. qaydırdı, düzdür. Sumqayıt fitnəkarlığı neçənci ildə keçirildi? 88-də fevralında. Fevralında. Bu hadisədən sonra biz bilirik ki, köçürülmə daha da sürətləndi. Bəli, sürətləndi. Bakı və Sumqayıt ərazisinə ermənilər köçürüldü. Düzdür. Qarbaçovun yenidən qurma siyasəti neçənci ildə idi? 85. 87-dən elan edir. 87-dən özü hakimiyyətə 85-də. Aha, düzdür. 50-ci illərə aid olan abidələrdən nəyi deyə bilərik? Tikililərdən. O necə demək, hökumət evi, stadion, Aha, televizor, telegüllə, düzdür. L6. Aha, düzdür. Bəs deyə bilərsinizmi, nə zaman Azərbaycan filmi dünya ekranına çıxmışdı? 45 arşın alan. Arşın malalandı, düzdür. Və orada qiymətləndiriblər iştirak edənləri. Bəli. Gəldik belə. Bəs deyə bilərsin, biz dedik ki, Azərbaycanda dünya müharibəsi dövründə neçənci ildə ki, hərbi vəziyyət elan olunmuşdu? 41. Hərbi vəziyyət 42-də idi.
42-də hərbi vəziyyət. Azərbaycan Elmlər Akademiyası Dünya müharibəsindən sonradır yoxsa Dövrünə aiddir. Dövrünə aiddir. Və Milli Elmlər Akademiyası neçənci ildir? O demək milli sözü varsa 2002. 2001 deyilmi? 2001 bəli. 2001. Neft daşlarında ilk dəfə neft quyusuna vaxt fontan vurdu. Neft daşlarında 49. 49-da. Keçdik indi Sevinç müəlliməyə. Sevinç müəllimə. Bəli. Sadə incəsənət nə vaxt yarandı? Sadə incəsənət paleolit dövründə, alt paleolit, Bəs incəsənətin inkişafını hansı dövrə götürək? mezolit dövrünə, Və çiçəklənmə dövrünü? orta tunç boyalı qablar mədəniyyətinə. Aha. Hansı müqavilə ilə Serbiyaya muxtariyyət verdik? Hansında Serbiyaya müstəqillik verdik? Aha. Serbiya muxtariyyət. Bir də yadıma salım. Seçir dedikdə bu Bolqarıstandan muxtariyyət verməliyik, səhv demirəmsə. Serbiya, Çernogoriya, Rumıniya. Berlində, Berlin konqresinə müstəqillikdir. 1878-də müstəqillik verir. Düzdür. Bəs Ədirnədə muxtariyyət. Ədirnədə muxtariyyət, ay sağ ol, düzdür. İkinci Rus-Qacar müharibəsi dövründə Abbasabad qalasının taleyini həll edən döyüş. Cavanbulaq. Cavanbulaq döyüşü. Biz deyə bilərik, birinci Rus-Qacar müharibəsi dövründə Qacarlar cihad elan eləmişdi. Müharibəsinə başlayanda bəli, cihad elan edirlər. Sonra Almaniya müqavilə təklif edir, amma razı olmayan Amerika prezidenti kim idi? Woodrow Wilson. Bəli, bəs hansı müqaviləni bağlayacaq? Harding olmalıdır. Harding bağlayacaqdır, düzdür. Amma Kulişlə Hooverə təzminat məsələləri var, düzdürmü? Neçənci ildə Almaniyadan təzminatın alınmasını dayandırırlar? Səhv etmirəmsə 33-də. Düzdür, 32-ci ildə. 32-ci ildə təzminat məsələsini dayandırırlar. Böyük böhran Almaniyaya çox ağır təsir göstərdi. Niyə? 29-30-cu illər əhatə edirdi. Həm təzminat məsələsi var idi, təzminat ödəməli idi, ödəyə bilmirdi. Arasında işsizlik, inflyasiya var idi. Bir də pul dəyərdən düşürdü, çoxlu kağız pul tədavülə buraxırdı, o da heç bir təsir eləmirdi. Bəli, həm də İngiltərə ilə Fransa dəstək olurdu. İndi böhranlar görə dəstək olmaq çəkir, bəli, çəkdilər. Amerika kömək eləmədi artıq, çünki özünün birjalarında da fəaliyyət donmuşdu, belə deyək. Banklar artıq tənəzzül olurdu, bağlanırdı əksəriyyəti. Düzdür. Ona görə də yəni böyük böhran təsir göstərdi. Axırda qərara gəldi ki, 32-ci təzminatı dayandıraq. Quba üsyanına, xanlıqlar dövründə Quba üsyanına, Rus-Qacar müharibəsinin gedişatında kim kömək göstərmişdi? Qubalı Şeyxəliyə. Şamax xanı kömək eləmişdi, Mustafa xan. Şamaxılı Mustafa xan, düzdür, 1810-da. Və Bakıya Rusların, Siyanovun 3 dəfə müdaxiləsi var. Daha doğrusu 3 dəfə Rusların müdaxiləsi var. Hansılar, niyə görə uğursuz olur, 3-cüdə tuturlar Bakını? Birinci 1805-də yürüş eləyir. O zaman Abbas Mirzə kömək eləyir ona. Bir də Quba xanı kömək gəlir, səhv etmirəmsə. İkincidə gələndə Siyanov öldürülür. Yenə 1805-dədir. 1805-in axırındadır. 1806-cı ildə də tutulur. Bakı Ruslar tərəfindən işğal olunur. 80-ci illərdə abidələrdən nə deyə bilərsiniz sizin kodunuz? 80-ci illərimiz. Gülüstan sarayı var. Örtülü idman kompleksi var. Düzdür. Bir də yaşayış massivləri adlarında. Yaşayış massivləri, Əhmədli Badamdar. Ay sağ ol, düzdür. Sonra gəlir Kanada məsələsinə toxunaq. İngiltərə Kanadanı Fransadan nə zaman aldı? 7 illik müharibədə 56-63-cü illərdə alır. Sonra Kanada uğrunda mübarizələri olur Amerika ilə, İngiltərə ilə Amerika arasında 1812-14-də. O zaman İngiltərənin əlində qalır. 1867-də də İngiltərə Kanada dominion hüququ verir. Bəli, Gent müqaviləsində biz deyirik ki, ta İngiltərə ABŞ-a müstəmləkəsi kimi baxmaqdan əl çəkir, Kanadaya olan iddiasından əl çəkir. Əl çəkmə sözlərini görəndə Gent müqaviləsi dominion hüququ da dedik Kanadaya. Yaxşı, bəs deyə bilərsinizmi? Biz dedik ki, Azərbaycan Heydər Əliyev nə zaman Paris xartiyasına qoşulur və burada nə çıxış eləmiş? Çıxış edə nəyi bildirmişdi? Paris xartiyası 1990-cı il olan deyirsiniz yəqin ki. 93-də Paris xartiyasında. 93-də olan. İlk dəfə elə bir ki Fransada xarici dövlətdə iştirak eləyir, prezidentlik dövründədir. Bir də orada çıxış edir ki, BMT-nin bütün hüquqlarına əməl edəcəyini vəd eləyir. Vəd eləyir, düzdür.
Düzdür. Naxçıvan Muxtar Respublikasının adından Sovet sözü nə zaman götürülür? Azərbaycanın adından nə zaman Sovet sözü götürüldü? 91-in noyabrında səhv etmirəmsə Naxçıvandan götürülür. Azərbaycanda 91 fevralın 5-dən. Bəli, amma Naxçıvana 90 yanvar deyəkmi? 90 yanvarında Sovet sözü götürüləcək. SSR-in tərkibindən çıxır da, onu deyirsiniz. Bəli. Deyirik Hə, orada yanvarın 19-unda. Aha, Ali Məclis adlanmağa ta başlayacaqdır. Mən deyə bilərəm ki, 19-cu əsrlə 20-ci əsrin oxşarlığı Rusiya ilə Yaponiya arasında müqavilə imzalanıb. Bəli, imzalayıbdı. Biri 19-cu əsrdə 1854-dən sonra Aha. bağlanır. 20-də məlum məsələ 20-də də bəli, 2-ci Dünya müharibəsindən sonra. Rus-Yapon müharibəsi nəticəsində düzdür. Beyləqan əməliyyatı nəticəsində milli qəhrəman adını kim alıbdı? Necə? Bir də təkrar deyim. Beyləqan əməliyyatı nəticəsində hansı qəhrəmanımız? Etibar İsmailov. Aysə, Etibar İsmailov milli qəhrəman adını layiq görülmüş, düzdür. Neçənci ildir ki, Cənub xanlıqları Ağa Məhəmməd Qacarın hakimiyyətini tanıdılar? 1790-cı ildə. 1790-da, düzdür. Sonra Qacarın yaratdığı dövlət, mərkəzləşmiş dövlət deyə bilərik. Bəli, mərkəzləşmişdi. Amma vahid deyildi. Aha. Zubovun Azərbaycana yürüşü zamanı hansı xanlıqlar idi ki, müqavimət göstərmişdilər? Hə, Şamaxı Quba olmalıdır. Şamaxı ilə Quba, düzdür. Sonra gəldik belə. AXC ilə Azərbaycan Respublikasının oxşarlığı kimi deyə bilərəm, hökumət böhranlarının baş verməsi. Bəli, AXC-də 1920-ci ilin mart ayında hökumət böhranı olmuşdu. Azərbaycan Respublikasında 93-cü il iyununda Sürət Hüseynovun bu qiyam qaldırması. Düzdür, sürətin qiyamına bağlı idi, düzdür. Və hər ikisində də hakimiyyət xalqa məxsus da deyə bilərik. Bəs deyə Bəli, bilərsiniz, hər ikisində konstitusiyaya senzura ləğv olunmuşdu, azad ticarətə icazə verilmişdi. Bəli, AXC-də də senzura ləğv olunur. Azərbaycan Respublikası dövründə də senzura ləğv olunur. Sadəcə deyil, AXC-də senzura ləğv olunanda bu mədəni tədbir götürürük. Amma Azərbaycan Respublikasında senzura ləğv olunanda bunu dövlət tədbiri kimi götürürük. Düzdür. Amerika prezidentləri qanunlara veto qoyma hüququnu nə vaxt qazanıbdı? Yəni bu hüququ nə vaxt verirlər? Konstitusiya ilə ilk konstitusiyası 1787-ci il konstitusiyasından 89. 87-ci ildə. Bəs deyə bilərəm ki, həm də xarici siyasətə nəzarət edirdi prezident. Bəli. Düzdür. İngiltərə kralının qanunlara veto qoyma hüququnu itirməsi neçənci ildir? Onlara veto qoyma hüququ 1689 hüquqlar haqqında bilinən olmalıdır. Hüquqlar haqqında bilinən, bəli. Bəs yeni vergi təyin etməsi əlindən alınır kralın neçənci ildə idi İngiltərədə? 1640-da uzun müddətli parlamentin fəaliyyətə başlamasından. Ay, sağ ol, düzdür. Sonra gəldik belə. Mən deyə bilərəm ki, 1863-cü ildə Zaqatala üsyanında erməni xəyanəti olubdu. Bəli, erməni xəyanəti var idi. Başqa nə vardı? Həmişə bu üçlünü yan-yana deyirdik. Erməni xəyanəti bir, sonra Dağlılarla əlaqə, Osmanlılarla əlaqə. Osmanlı dövlətinə dəstəyi olub, düzdür. Millətin təşəkkülünün birinci mərhələsi hansı hadisələ başlayır? Deyin, keçək Səday müəlliməyə. Bu Əkinçi qəzetinin çap olunmasından 1875. 1875-ci ildə başlayır. Üçüncü mərhələ hansı hadisə ilə başlayır? 1917-ci il fevral inqilabından. Əla, düzdür. Fevral inqilabından sonra üçüncü mərhələmiz başlayacaq. Səday müəllimə burada deyən yoxdur, ha Səday müəllimə. Onda keçirik Elnara müəlliməyə. Elnara müəllimə yoxdur. Bahar müəllimə burada. Bəli, buradayam. Aha. Bahar müəllimə, Şimali Azərbaycanda muxtariyyət tələb edən ilk partiyamız. Qeyrət partiyası. Aysə, aqrar məsələ hansı partiyanın gündəmində yer almışdı? Difayinin. Ay, sağ ol, Difai. Cənubi Azərbaycanda ilk dəfə muxtariyyət tələbini irəli sürdü kim? Xiyabani ilə. Bəli, Xiyabani dövründə. Azərbaycan SSR-də Müvəqqəti İnqilab Komitəsinin mövcudluğu neçənci illərə əhatə eləyir? 2021, 1920. Ay, sağ ol. Bəs nə zaman biz Mərkəzi İcraiyyə Komitəsi adlandırdığı adını dəyişdik? O 21-dən 36-ya kimi, 37-dəki Ali Sovet. Ali Sovet adlandırılmış, düzdür. Sonra gəldik belə. Osmanlı ilk dəfə olaraq Avropada ərazi itirdi hansı hadisənin?
Karlovista sülh Bəs müqaviləsi ilə. Avropadakı hakimiyyəti nə zaman başa çatdı? Onu da şeylə, Balkan müharibələri ilə. Balkan müharibələri ilə, düzdür. San Stefano sülhünə etirazını bildirən dövlətlər. San Stefano sülh müqaviləsinə Avstriyanın Rusiya idi. İngiltərə. Avstriya ilə İngiltərə. Çünki Avstriyanın İngiltərə. Rusiya Balkanlarda əraziləri ələ keçirmişdilər. Ona görə İngiltərə ilə də Avstriya, yəni buna narazılığını bildirdilər. Mən deyə bilərəm, Yeni Osmanlı cəmiyyəti tənzimat islahatlarının davam etdirilməsini istəyirdilər. Bəli. İlk müstəmləkə işğalları hansı dövlətlərə aiddir? İspaniya ilə Portuqaliya. Aha, İspaniya ilə Portuqaliya. İlk dəfə milli sərhədlərini təyin edən dövlət Portuqaliya. Portuqaliya. Bəs deyə bilərəm, biz 1878-ci ildə parlamenti buraxırlar axı Osmanlıda. Mən Bəli. deyə bilərəm ki, o müharibə məsələsinə görə məlum məsələ. Bir də deyə bilərəm ki, də parlamentin buraxılma səbəblərindən biri də Balkanlarda üsyanların baş verməsi idi. Bəli, deyə bilərik. Streza konfransı harda çağırılmışdı? İtaliyada. Ay sağ ol. Hansı dövlət iştirak edirdi burada? İtaliya. Strezanı, hə, İtaliyada, düz deyirsiz, hə. İtaliyada. Aha, İtaliyada. Orada İtaliya, İngiltərə, Fransa. Aha, düzdür. Almaniyanın elə bir bu hərbsizləşdirilməsi məsələsinə baxılırdı orada. Aysə, orada Strezanın çağırması məqsəd deyə bilərəm, Versal müqaviləsinin şərtlərinin pozulması idi. Bəli. Çünki orada Almaniya silahlanmışdı əvvəlcədən. Bu onlar orada müzakirə eləməyə. Amma tam əldə eləmədilər. Tam Bir onu. də bir məsələ var idi. Həmin vaxtı Almaniya hara hücum eləmişdi? Haranın özünə tabe eləmişdi? Almaniya həm Çexoslovakiyanı. Yox, Avstriyanın özünə tabe eləmək istəyirdi. Hə, düzdür, hə, düzdür. O da Avstriya. Versalın şərtlərində yox idimi ki, Avstriya birləşməməyə öhdəsinə götürdü. Sərhədlərlə bağlı məsələsini pozmuşdu. Sonra 20-ci əsrdə sənaye istehsalına görə arıcılığı zəhmət olmasa deyin. Birinci ABŞ-dır. Aha. Sonra İngiltərə. Yox, Ayıb Almaniya. oldu. Aha. Hə, Almaniya idi. Almaniya. ABŞ, İngiltərə, Almaniya. Yox. 2 dənə A var. AIF kodu. ABŞ, Almaniya, İngiltərə, Fransa. İngiltərə, Fransa. Aysa. Desəm Amma ki, Avropada desək, onda Almaniya birinci idi. Aysa, düzdür. Vestfaliya sülhü ilə Avropada üstünlük hansı dövlətdən hansı dövlətə keçir? İspaniyadan Fransaya. İspaniyadan Fransaya keçir, düzdür. 1890-cı illərdə məhdud şəhər islahatı hansı şəhərlərdə keçirilib? Hə, onun kodumuz var idi. Qulaş. Demək, hə, Qulaş, Quba, Aha. Lənkəran, Şəki, Şəki, bir də nə qaldı? Şamaxı. Hə, Şamaxı. Düzdür, Şamaxı. 1795-ci ildə hansı dövlətlərdir ki, Fransanın yeni rejimini tanımışdılar? Hollandiya, Aha. sonra İspaniya, İspaniya, sonra bir dənə də qaldı. bir də Avstriya idi yanılmıramsa. Prusiya. Bəs Rusiya. İngiltərə, bəs Fransa Respublikasını nə vaxt tanıyır? Hə, onu 1802-də. Əla, düzdür. Fransada mən deyə bilərəm ki, 1791-ci il konstitusiyasına mütləq monarxiya son qoymuşdu. Mütləq monarxiya. Deyə bilərik, bəli. Bəli. Fransa konstitusiyalı monarxiya dövrü neçənci illərdə əhatə edir? 92-dən başlayıb müəllimə, o 1792-dən 1804-ə kimi. O respublika deyəkmi? Ondan qabaq 1 il müddətinə konstitusiya monarxiya. Hə, konstitusiya 91-dən 92-yə, 92-dən sonra artıq respublika idi, bəli. Aysa, düzdür. Fransada işğalçılıq məqsədilə müharibədən imtina etdi. Elə bu 1791-ci ildə. Aysa, düzdür, 91-ci ildə. Biz indiyənə kimi keçdik. Konstitusiyaya görə hansı hərəkatları tanıyırıq, hansı çıxışlar var idi? Konstitusiyanın qəbul olunmasını istəyirdilər. Konstitusiyanı istəyənlər Rusiyada dekabristlər, Aha. sonra Yeni Osmanlı Cəmiyyəti, yəni Osmanlı dövlətində, Gənclərə sonra deyək mi? gənc türklər, bəli, gənc türklər. Fransada harda rast gəldik? Nəyə müəllimə? Fransada. Fransada 3-cü sirkdə. 3-cü sirkin nümayəndələri, düzdür. Hansı hadisədən sonra İngiltərə Hindistan torpaqlarının işğalına başlayır?
7 illik müharibədən sonra. 7 illik müharibədən sonra. 7 illik müharibə nəticəsində okeanlarda kimin üstünlüyü tanınır? Hansı dövlətin? İngiltərənin. İngiltərənin okeanlarda bəli üstünlüyü tanınacaq, düzdür. Mən deyə bilərəm ki, şərqə və qərbə doğru olan xaçlı yürüşlərin nəticəsində xaçlı dövlətlərinin yaranması. Bəli. Şərqdə Latın imperiyasının, qərbdə də ki Qüds krallığın demək olar. Şərqdə Qüds, Antioxiya, Tripoli, Edessan deyək, qərbdə də gələcəkdə yaranacaq İspaniyası var, sonra... Hə, mən Latın çaşdım, Latın imperiyası dedim. Bəli. Sonra Avropada feodalizmi devirmək üçün ilk cəhd harda baş verdi? Almaniyada reformasiya. Aysa, yox, reformasiya yox. Daha dəqiqləşdirin. Vətəndaş müharibəsi. O kəndli müharibəsi var. Hə, 24-25 deyirsiniz. Aysa, bax odur. Bir də maaflar kimləri idi? Nə üçün maaf vəzifəsi yaradılmışdı? Maaf elatlara rəhbərlik eləmək üçün. O elbəy deyəkmi ona? Maaf bəs nə idi? O deyir, kəndliləri itaətdə saxlamaq üçün xan tərəfindən təyin olunurdu. Sonra xanlıqlar dövrən naib vəzifəsi irsi idi yoxsa yox? Onu irsi idi, amma xan bir növ təyin, daha doğrusu sonda təsdiqləməlidir. Ay, sağ ol, düzdür. Xan təsdiq eləməlidir. Sonra bir dənə də sualıma cavab verin. Qobustan nə vaxt UNESCO-nun mədəni irs siyahısına daxil olmuşdu? 2011 idi, yəni tam dəqiq bilmədim onu. 2007 deyək. UNESCO-nun mədəni irs siyahısına daxil olmuşdu. Hansı hadisənin nəticəsində Azərbaycanda 1922-ci ildə imzalanmış ittifaq müqaviləsi artıq öz qüvvəsini itirmişdi? Azərbaycanda hansı hadisə baş verəcək ki, ittifaq müqaviləsi artıq əhəmiyyətini itirdi? Azərbaycanda Azərbaycan Respublikasında. İttifaq müqaviləsi bunu yadıma düşmədi mən. 91-18 oktyabr deyəkmi? Azərbaycan müstəqilliyinin yenidən müstəqilliyinin Konstitusiya aktımızda siyasi hakimiyyət xalqa məxsus idi. Oradakı maddələri diqqətlə baxaq. Gülçin müəllimə ilə davam eləyək. Gülçin müəllimə. Çində böyük sıçrayış neçənci illərdə əhatə edirdi? Böyük sıçrayış. Bir dəqiqə yadıma düşmədi onu elə. 1958-61 deyəkmi? Hə, düzdür. Fransada hansı hadisə, neçənci illə götürək ki, qanunsuz həbsləri qadağan elədilər? Bu şeydəydi də 1389-cu ildəydi. Avqustundakı verilmiş qanunla. Bəs Amerikada məhkəmənin hökmü olmadan həbslərin qadağan olması? Bu da 1791-dir. Ay, sağ ol, düzdür. Fransada sənaye çevrilişi nə zaman başladı, nə zaman başa çatdı? Hansı dövrdə? Sənaye çevrilişi deyəkmi, 1-ci imperiya dövründə başlayır. Başlayır, hə. 2-ci imperiya dövründə başa çatır. Düzdür. Hansı Amerika prezidentidir ki, kapitalın həddən artıq mərkəzləşməsinin qarşısını alır? Həddən artıq mərkəzləşməsinin yox. Kapitalın həddən artıq mərkəzləşməsinin qarşısını alır. Nərmin müəllimə. Teodor Rooseveltin dövründə də trestləri qadağan eləyir. Kapitalizmi xilas etmək üçün onu islah etməyə çalışan kim idi? Bax, bu o gün oxumuşdum təkrar. Bununla bağlı bax, Teodor Roosevelt. Günay müəllimə, sizdə exo versiyası çıxım da təzədən gəlin. Deməli, burada bir Teodor Roosevelt və Franklin Roosevelt var. Həddən artıq mərkəzləşməsini Teodora götürürük. Kapitalı xilas etmək üçün onu islah etməyə çalışan bu Franklin Rooseveltdir. Sonra Dağlıq Qarabağ Muxtar Vilayəti Naxçıvan MSR-nin yaradılması haqqında dekreti verən orqan hansı orqan idi? Milli Şura. Azərbaycan Mərkəzi İcra Komitəsi. Mərkəzi İcra Komitəsi, hə. verdiyi qərar düzdür.
Hansı hadisə ilə İngiltərə demir, Fransa müstəmləkə siyasətinə zərbə vuruldu? Müstəmləkə siyasətinə bu yanandan sonra konqresindən 7 illik müharibə 7 nəticəsində il müharibənin. bəli, müstəmləkə siyasətinə zərbə vurulur. Bir də De Gaulle'un dövrünə deyirik ki, müstəmləkə imperiyası süqut edir. 14 dənə yeni dövlət yaranacaqdır. 1877-78-ci il Rus-Türk müharibəsindən 1828-29-cu il Rus-Türk müharibəsinə oxşaraq Balkanada və Qafqaz cəbhəsində müharibələr gedirdi deyə bilərəmmi? Hə, olar demək. Aha, düzdür. Bir də yadda saxlayın ki, Gülxani xətti şərifidə iltizamın ləğvi də nəzərdə tutulubdur ha. Rusiya nə zaman burjua monarxiyasına çevrilir? Rusiya burjua monarxiyasına 1800. Ay, mən nə bilim. Aha. Hə. 2-ci Aleksandrdan götürə bilərik, düzdürmü burada? 2-ci Aleksandrdan, hə, burjua monarxiyası. Aha. Hətta islahatlardan sonra elə bil ki, ona görə. Ay, sağ ol. İndi Hə. gəlin görək, Krımın müstəqilliyini Osmanlı nə zaman tanıyır? Krımın Rusiya tərəfindən işğalını Osmanlı nə zaman tanıdı? Birinci Krımın nəyi dediniz tanınmalı? Səs getdi orada. Krımın müstəqilliyini Osmanlı nə vaxt tanıdı? Hə, bu şeydir də nədir? O 1774-cü ildə tanınmışdı. Aha, Kiçik Qaynarca ilə, hə, bayaqdan kürəkçə demək istəyirəm. Amma ruslara deməli aid oldu 1700 şeydir nədir? 91 yazısı ilə tanıyacaqdı. Kiçik Qaynarca ərazisi harda yerləşir desək, xəritədə, gələn dərs xəritəsi Bolqarıstan. Bolqarıstanda yerləşir, düzdür. Hı -hı. Mən deyə bilərəm həm Mircəfər Bağırov, həm İmam Mustafayev, həm də Vəli Axundovla Heydər Əliyev də əlavə edirik. Məqsəd cəhəti ermənilər ərazi iddiası qaldırıblar. Bəli, bəli, hamısında olurdu. 2-ci Dünya müharibəsi dövründə deyə bilərəm Azərbaycan döyüş meydanına çevrilib. İkinci Dünya müharibəsində Azərbaycan döyüş meydanı mübarizə meydanı deyildi. Bəli, mübarizə meydanı amma döyüş meydanı deyildi. Deyil. Düzdür. Mən deyə bilərəm ki, həm Azərbaycanda 1-ci Osmanlı idarəçiliyi dövrü, həm 2-ci Osmanlı idarəçiliyi dövrü əhali siyahı alması var idi. Bəli, var idi. Yeni vergi təyin etməklə ötəri, bəli, təyin edirdilər. Hansı Sam Mirzə idi ki, adına pul kəsdirmişdi? Üçüncü. 3-cü Sam Mirzə idi, düzdür. Bizdəki. Sonra mən deyə bilərəm ki, 20-ci əsrin 20-ci illərində həm şimali, həm də cənubi Azərbaycanda repressiyalar olubdu. Bəli, ikisində də olubdu. Hər ikisində də olubdu. Biz Oldu. Cənubi Azərbaycanda Rıza ilə əlaqələndiririk məsələni. Adil Quliyev var, Aqil Quliyev var. Bu necə fərqləndirir? Aqil Qıyla Qarabağ müharibəsi, Aqil Qıldır 1-ci Dünya. İsfahan qurultayında kim şah seçilmişdi səbəblərdən? İsfahan qurultayında səbəblərdə deməli İsfahan qurultayı bir dəqiqə bilirdim mən. Fikirləşin. İsfahan qurultayında Kimdi? Bahar müəllimə desinmi? 3-cü Abbas müəllimə. 3-cü Abbas bəli, Nadir 3-cü Abbası taxta gətirdi. Deyə bilərsən, bu kollektivləşmə əsasən ən yüksək səviyyədə hansı sahədə inkişaf edirdi? Daha sürətlə yayılırdı. Pambıqçılıq idi. Ay sağ ol. Amma maldarlıqda maldar rayonlarda biz bildik ki, zəif inkişaf edirdi. Zəif idi. Düzdür. Mən deyə bilərəm ki, sənayeləşmə dövründə bazar iqtisadiyyatı tamamilə ləğv olunur. Sənayeləşmə dövründə bazar iqtisadiyyatı yox məncə. Bazar iqtisadiyyatı tamamilə ləğv olunur. Tamamilə ləğv olunur. Dövründə, bəli. Bir dənə də sualıma cavab verin. Hansı Səfəvi hökmdarıdır ki, onun dövründə sənətkarların, rəiyyətin dövlət xəzinəsinə olan bütün borcları ləğv olunur? Bu 2-ci Şah Abbas idi, səhv etmirəm. Ay sağ ol. 2-ci Abbasın hakimiyyəti dövründə.